Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Deməli, mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Dünən rəzil bir gün keçirdik. Etiraf etmək lazımdır. Və etiraf eləməyib cəmadın üzünə durası deyilik zaten. Sadəcə məsələ, bilirsiniz, adama maraqlı gələn nədir? Futbolun bütün ədalətsizliklərini gördük. Ədalətsizlik deyəndə hakim falan bunları nəzərə tutmuram. Məsələn, Bayer Leverkusenin oyununda 2-5 üst oynayırsan, oyunda gol olmur. Niyə? Oyuna baxırsınız da, izləyirsiniz. İzləmirsinizsə də, təbii ki, bu işlə ciddi məşğul olursunuzsa, böyük bir səhv edirsiniz. Hə, elə-belə mərc edirsinizsə, 5 manat, 10 manat izləməyə məcbur deyilsiniz. Bayer Leverkusen oyun ərzində bir dənə olsun tutarlı hücum qurmadı, dostlar. Qurmadı, bilərəkdən qurmadı. Bunu qoyuram bir qırağa. Brighton birdən-birə, niyəsə, mən indi riskli olaraq orada 1+ gol demişdim. Bir həftə bundan qabaq golun yüklü atmışdım Telegramımıza. Telegramın linki də aşağıdadır. Brighton anormal momentlər qaçırtdı. Yəni futbolda bu da var deyirik, okey. Rəqibi küçümsəməkdəndir, nədəndir bilmirəm. Welbeck, dalınca Solly March, solun dalınca o birisi yadından çıxdı. Adı, nə bilim, oynadılar da yaxşı temp var idi. Hətta mən Setanta Sportun aparıcısı ilə tamamilə razıyam. Deyir ki, burada məncə bir xala sevinən tərəf Brighton olacaq. Yəni Leicester elə bir istəklə oynadı birdən-birə. O belə, bazar partladı orada da. Sonra Feyenoordu yaxşı izah elədik. Az qala hesab qarışıq gəlirdi. 0-2 oldu. Həmin oyunun əmsaları bugün başqa bir oyuna açılıb, onu da deyəcəm. Sonra Monaco üst, əla. Kaiserslautern Nürnberg üst. Bunu da yazmışdım bir kənara. Venesiya yenə time'da buraxmadı bu arada. City'də anormal bir partlama oldu, amma Crystal Palace'ın golunu dəyərləndirib, yəni çox adam dəyərləndirib. Real Sociedad anormal şəkildə oynamadı. Yenə də qəribə. Hə, əsas məsələ. Barcelona oyununda. Barcelona La Liga'nın rəsmi tərəfdaşı olan Microsoft, texniki baxımdan rəsmi tərəfdaşı olan Microsoft'un xüsusi Oracle bazası üzərində qurulmuş xüsusi dataları var. Database'dən istifadə edir və orada oyunun gedişatında aparıcı da ona diqqət cəlb elədi ki, mən indi konkret epizodları burada Daniel Rabanın 2 dənə momenti var idi. Wojciech Szczesny əks istiqamətə o topu necə çıxartdı, bir Allah bilir. Yəni boş qapıdan çıxartdı, əks istiqamətə gözləyirdi, birdən-birə bu əlindən işlədi, çıxartdı. Oracle bazasının təqdim etdiyi məlumatlara əsasən, deməli, Leganes dünən 3 top vurmalı idi. Yəni net 3 topu var idi Leganesin. Barcelona təkərə düşmüşdü. Barcelona'nın özü anormal qaçırtdı. Siz Allah bir dənə yazın Google'da, YouTube'da Fermin Lopez Leganes. Dünənki tarixi də əlavə edin. Mist əlavə edin, yəni qaçırılmış momenti. Abi o momenti necə qaçırdarsan yəni sən? Qapıçı da yerdədir. Sonra Lewandowski-dən başdan qaçırdığı var. Ya bilmirəm, uçaçı bir oyun gəlir 1-0-1 qutarır. Adam qalır belə girinc. Nəsə dostlar, Cagliari'nin topu, Brentford'un topu, bunların hamısını izah eləmişim. Toulouse'dan çıxartdım. Toulouse Lille hər hansı bir hissəni qazandı. Çıxartdıqların hamısı gəlir həmişə kimi. Nəsə dostlar, bugünə köklənirik. Vərəqi itirdim, hansı tərəfdə idi? Hə, bu tərəfdə idi. Bugünə köklənirik. Gedək sürətli şəkildə. Məsələn, VIP qrupa bir oyun atmışdım. Western Sydney Wanderers, Western United oyunu gəldi. 1-0 çıxırdı məndə. 2-0 qutardı. Yəni üst görünmürdü. Görək bugün başımıza nə gələcək. Vaxta baxırıq. Bir qəliz bir oyundan başlamaq istəyirəm dostlar. Telegramın linki aşağıda. VIP qrupun nömrəsi aşağıda. Səmimi etiraf edəcəm. Dünən VIP qrupda tərslədik. Yəni tərslədik. Və dünən qəribədir. VIP qrupa Yohan Vissa Arsenal'a gol vurar atmışam. Bircə dənə gol scorer seçimi var idi. 3.61 əmsaldan gəldi. Və saytımızın da linki aşağıda. Saytda bugün əməlli başlı iş görməyə çalışacağam. Bundan etibarən, yəni saytda əməlli başlı işlər görəcəyik. Analizləri də çalışacağam, artırım. Belə, sürətlənirik. Hamıya bol şans, uğurlar. Antwerpen Gent-lə oynayır, dostlar. Mən bir özünüz də araşdırım. Bu, belə deyək də, bu arada bu çempionluq turu falandır da, başlayıb, daha doğrusu. Bunlar özləri bu əmsallarla 0-1 oynayıblar, çox maraqlıdır. Özləri bu əmsallarla 0-1 oynayıblar. Bu pası verdim sizə, özünüz dəyərləndirin, necə dəyərləndirirsizsə. Yəni, bilməm, Gent udarmı? Gent əslində yaxşı komanda, pis komanda deyil. Antwerpen də üstünə odun yığılası deyil. Biz dostlar, belə oyunlarda 2-3-dən oyun çıxanda adam rahat arxain şəkildə nəsə bir seçim eləyə bilir. Amma həmişə deyirəm də bunu, bilmirəm, yox qola 6 işarədir, nəyə işarədir. Bir dənə oyun çıxanda qalırsan belə də, və yaxud da ki, Gent udarmı, Gent hissə udarmı, dəqiq hesab qarşı gələcək bəlkə. Bəlkə tərsinə olacaq, yox qollu bir oyuna bənzədir bu əmsallar açanlar. Belə, pası atdım sizə, özünüz baxın. Paderborn Düsseldorf oyununda isə Paderbornun 2 topu 1.50-dən yuxarı əmsaldır. 15-30-dadır bu da. Belə.
Sonra Münster Karlsruhe oyunu var. Çox qəliz oyundur Münsterə görə. Amma Karlsruhe burada hər hansı bir hissəni udar mı bilmirəm. Çox cins oyundur dostlar, həqiqətən də nəsə. Sonra vaxta baxırıq, Herakles Alkmaar oyunu. Hollandiyadan bir dənə oyun çıxdı, yenə də deyirəm, bu kesin dünən də demişdim, eyni əmsallarla özləri oynayanda hə okeydir mənim üçün, time oyun baxımından. Amma başqa bir oyundur, time 1-12 olub. Bir dənə başqa bir oyun çıxdı, orada 1-4 hesabı qeyd alınıb. Alkmaar hissə qazanar, əmsalı inanmıram olsun. Onlar 1.30 civarında olar, 1.40-a yaxın olmaz. Olarsa götürün. Alkmaar 2 qolu, Alkmaarın qələbə, bunları məncə dəyərləndirmək olar. Mən sizə datanı verdim burada. Vaxta baxaraq gedirik. Liverpool West Ham oyununda əmsalların heç nə çıxmır. Liverpool çempiondur. Hodri meydan. Publika oynayır, Enfielddadır. Məncə qol da buraxacaq, oyun üstə gedəcək. O üstün yaxşı əmsal var 1.44. Bunların zaten öz aralarındakı son 5 oyunda çox maraqlı 3-5 üstü olsa stabil. 3-5 üstün əmsalı 2.20-yə yaxındır. Mən məsələn Liverpool 2-0 udar, indi kimsə mənim üstümə düşər ki, abi mən bunu xaricdən rahat 1.40-la oynaya bilərdim də, əmsal qaldırmaq üçün. Oyna abi, bir şey demirəm. Gözəl qardaşım, burada data ilə bir şey çıxmır. Mən metrikadan, komandaların mövcud durumundan istifadə etməyə çalışıram burada. Liverpool belə oyunlarda temp verən tərəfdir. West Ham Graham Potter gələndən sonra biraz təmkinli futbol oynamağa çalışsa da, səfərdə daha çox qol vurur. Bu bir, səfərdə Liverpool kimi komanda ilə oyunda mən inanmıram ki, ölüvay bir temp olsun. Hə, Leganesin oyundakı kimi, varsa Leganes oyundakı kimi, 50 moment olarsa və Liverpool 1-0 udarsa, buna bizim eləyəcəyimiz bir şey yoxdur dostlar. Eləyəcəyimiz bir şey yoxdur. Bu oyuna gözəl şəkildə qol-qol 2-5 üst yaraşar. Mən 90 dəqiqə ərzində 1+1-5 üstü sıxmaqdansa, Kuddus'un qolunu sıxaram. Nə bilim, onların təzə aldığı oyuncu var da, Ferguson aldılar Brightondan, yoxsa Hinchlwood'u. Məncə Evan Ferguson aldılar da. Mən Ferguson, yəni belə deyək, West Ham'in qolunu sıxaram. Liverpool da bunun zaten doğal şəkildə cavabını verəcək. Oyun da üstə gedəcək. 1-1-də qalamayacaq ki bu oyun məncə. Belə. Bunu da dedim. 17:00-da nəyimiz vardı? Wolverhampton Tottenham oyunu var. Dostlar, burada Wolverhampton hissə qazanarı qalxdı anormal şəkildə. Anormal deyəndə belə də 6 bənd qalxıb, amma Tottenham var işin içində. Wolverhampton var işin içində. Mən bu oyuna 2-5 üstümü ataram. Böyük əmsaldan 1.70-dən yuxarıdır. Wolverhampton oyun tərzinə görə. Burada Tottenham'la bağlı bir problem yoxdur. Wolverhampton yeni məşqçisinin oyun tərzinə görə. Molineux-da Wolverhampton momentlərə girər, vurar-vurmaz. Futbol tanrısının işidir, belə deyək. Tottenham'ın da bir qolu var məncə burada. Oyunundan dolayı. Belə, yəni mən bu oyunda sizə hətta deyim də, bu oyunda time-dan hərəkətlərmə baş verə bilər. Bilmirəm, bu hesab gələr yoxsa yox. West Ham Fulham oyunun əmsallarıdır. 3-2 bitib həmən oyun. Yəni bizi sanki bollu bir qarşılaşma gözləyir kimi bir işarə var buna. Belə. Willem 17:45-də, yox, ora keçməmişdən əvvəl Fiorentina Parma oyununun metrikası saytımızdadır. Saytın da link aşağıdadır. Stuttgart Heidenheim'a time-da vurmasa küsəcəm həqiqətən də. Yəni bu Heidenheim'a vur. Hərçənd dostlar, Heidenheim mən belə başa düşdüm ki, möcüzəvi şəkildə play-off'a qalmaq istəyir. Leverkusen'i keçən oyun döydü. Allah o Leverkusen'in bəlasını versin. Başqa desin demirəm. Yeri gəlmişən onlara da piramida getmiyorlar. Bundan sonra 3-5 üstü götürün. 50 manat. Gəlməyəcək növbəti oyun 100 manat. O Brighton necə tutur, Leicester'i necə tutursunuz? Yanına da yapışdırın. Belə deyək də Leverkusen oyunda 2-500, Venetsiya'nda gördüyünüz növbəti oyunda birinci isə ortalığa qol. Get-gedə şişəcək bu əmsal. Onun ikinci oyun oldu ki, Venetsiya time-da qol buraxmadı. Bu da sizə gələcək həftənin kuponu. Nəsə. Stuttgart time-da vurar. İnşallah 2-dən 1 falan fikirləşməyib. Yəni gözəl bir start başlayar. Saytda metrika var qısası. İlk 20 dəqiqə ərzində Stuttgartdan qol gözləyirəm. Bu da belə. Görək uğursuzluğumuz hara qədər davam edəcək. Ayın ortalarına yaxınlaşıraq başlamalıdır belə şeylər. Deməli, Willem 2 Ajax oyununun əmsallarında qəribəlik var. Dünənki Sittard Feyenoord oyununu necə izah eləmişdim? Dostlar, bugün partlasa da yeri gəlmişlər Sittard oyununda kornerlər gəldi səhv etmirəmsə. Korner tərəfdən də onu pas vermişdim. Düzdür, kəmküm eləmişdim biraz ki, belə də özünüzü analiz edin. Amma az qollu oyun gözlədiyimdən 3 alt demişdik, yaxşı əmsaldan gəldi. Həmin oyunun əmsallarıdır. Dünən də dediklərimi xatırladıram. Dünənki oyun 0-2 qutardı. Bir dənə 0-1 çıxırdı, bir dənə 0-0 çıxırdı. 0-1-də Nakbredə Feyenoord oyunun əmsallarıydı. Dünən də Sittard Feyenoord 0-2 oynadı. Ajax qələbə 1-5 üst oynamaq istəyirsə, okey. Amma mən burada alt
bitə bilər oyun. Yəni 3-5-6 bitə bilər oyun. Bilmirəm, əmsalların bir dinamikasına gözünüzə yaxşı dəymədisə oynamayın. Bunları nəzərə alın, zəhmət olmasa. Como Torino oyununda 2-3 qol aralığı gözləyirəm. Metrikalıya bağlı bir şeydir, saytda var. Betis Villarreal oyununda Betisdən time'da qol gözləyirəm. Ora gəlib çıxmamışdan əvvəl. Sivas Fənər. Məncə Fənər udacaq abi. Fənər udacaq. Təhlükəlidir, qarlı havadır. Sivas deplasmanları həmişə səfər olur, çətin olur səfərləri. Amma məncə sırf klas hesabına Fənərbağçı udacaq bu oyunu. Nə bilim, hakim də dəstək olacaq, kim nə qaracaq. Onlar özünüz baxın siz Allah, amma məncə Fənər udacaq. Belə. Betis Villarreal oyununda isə birinci hissədə Villarreal ən çox qol buraxan komandalardan biridir. 3 komandadan biridir. Ümumi bu mövsümə nəzər salsaq, ona görə də deməli maraqlıdırsa sizə canlıdan davranıla biləsi bir oyundur. Hal-hazırda Betisin bir time'da bir topu 1.75'dir. Ağlınıza batırsa. Roma Lazio oyununda yəqin ki burada sarı kartlar uçuşacaq. Keçən oyununda çox maraqlıydı. Sarı kartlar gəlmirdi. Oyunun 88-ci dəqiqəsində 3 dənə sarı kart birdən çıxdı mübahisəyə falan gör. Yenə də ənənə qorundu. 7-ci sarı kart gəldi, hətta qırmızı da çıxdı. Zakani aldı da deyəsən qırmızı kartı. Deyəsən Zakani, yoxsa yox, Castellanos deyəsən aldı. Tati. Nəsə, qırmızı kart açıq deyil. Açıqsa da misli açmayıb, Etopaz da açıbsa da Etopaz belə açmır da ortalığa. Ya o komandalar ya bu komandalar. Məncə bu da doğru deyil. Bilbao Rayo Vallecano oyununda isə 30-45 aralığında ən çox gol vuran La Ligada komanda Bilbao'dur. Ortalığa gol 1.35'dir, 1.33'ə düşmüşdü, qeyd eləmişəm, səmimi olaq. Bilbao vursa time'da, eyvallah, baxın əmsalına, 1.80'dən yuxarıdır. Bəlkə də 1.70 falan düşüb hardasa, 1.70 civarında. Məndən bu qədər dostlar, Allah əmanət olun, nə yaxşı ki varsınız. Bu günlər də keçəcək, uğursuzluq olanda belə deyək.